Salam əziz müəllimlər və şagirdlər. 7 dekabr tarixində 2025-ci ildə OTK-nın keçirdiyi 3-cü qrupa aid blok sınağının, yəni ikinci blok sınağının video izahını çəkib paylaşacağam. Həmin günü bir neçə kursa aid sınaqlar var. Onların hamısını bir-bir çəkib yerləşdirəcəm. Kaspin'inkidir, OTK-dır, güvəndir. İndi ilk OTK-dan başladıq. Siz də bu cür dərs videolardan gəlməyi istəyirsinizsə kanalımıza abunə olub, bəyənib, paylaşmağı, rəy yazmağı yaddan çıxarmayın. Aşağıda rəy bölməsində isə əlavə ödənişsiz WhatsApp kanalıdır, WhatsApp qruplardır, digər sosial şəbəkələrdir ki, onlara daxil olub faydalana bilərsiniz. İndi birinci ədəbiyyat suallarına baxaq, daha sonra Azərbaycanca suallarının izahını çəkib paylaşacağam. 61-ci sualdan başlayaq. Deyir, durna teleqolunun hadisənin düzgün ardıcıllığını müəyyən edin. Baxaq, deyir, burada Köroğlunun göstərişi ilə dəlilər qocanın zəmisini biçirlər. Bu biri yazaq bura bir yerə ortalara. Köroğlu söylədiyi qərarda oğlu Eyvazın xarici görünüşünü təsvir edir. Bu gələn Eyvaz, bu gələn Eyvaz. O bundan əvvəldir. Daha sonra Nigar xanım Eyvazın durna tel gətirmək üçün getməsini, bəli, demək 2-dən sonra 3 gələ bilər. Köroğlunun dar ağacının dibində görən Köroğlu Aslan Paşaya iltimas edir. Aslan Paşaya iltimas edir. Sonra nə deyir? Bu da bunlardan sonradır. Bir dənə 5 oxuyum. Aslan Paşa aşıq qiyafəsində olan Köroğlunun götürdüyü əsirlərdən xəbər verir. Bəli, birinci xəbər verir Aslan Paşa. Sonra Köroğlu Eyvazı görür. 2, 3, 1, 5, 4 2, 3, 1, 5, 4 cavab C variantı. Nümunədə işləmiş belə təsvir ifadə vasitələrini istəyir. Xəbər dolaşıq, qarışıq gəlir. Yenə təkrar edir tarix səhvini, tarixin təkrar etməsi metafor. Dünyada tarazlıq itibdir. Nədir bədii sual? Əyir planetin bir tərəfini. Burada da 3 inversiyada var. Bəli, cavab 1, 3, 4, B variantı. Baxalım növbəti suala. Kitab Teleqrafik epos haqqında səhv fikir istəyir. Hər boyun müstəqil şirkətdə özünə məxsus kompozisiyası var, düzdür. El ovaya layiq gənclərin tərbiyə edilməsi bədii həlli verilmiş problemlərdəndir. Bəli, el ovaya layiq düşmə qabağına dayanə bilən igidlərin yetişdirilməsi və bunlar hamısı daxildir. Vətənin müdafiəsi. Sözlərin böyük əksəriyyəti ərəb-fars mənşəli olsa da xeyr, ərəb-fars mənşəli deyil. Cavab C-dir. Oğuz elinə xaincəsən baskı edən düşmə obrazları yaradılmışdır, düzdür. Boyların ilk yaradıcısı və söyləyəni Qorqud, ata, tarixi şəxsiyyət var. Tarixi şəxsiyyət hesab olunur və onun haqqında çoxlu əfsanə və rəvayətlər mövcuddur. 64-də baxaq. Vaqifin pərri qoşmasına aid uyğunluq istəyir. Nə deyir? Yeri dəyişsə, deyir, hansı fikirlərin yeri dəyişdirilsə, uyğunluq bərpa olunar. Lirik qəhrəman öz əhval-ruhiyyəsini bədii təzadlar vasitəsilə verilir. Xeyr, birin yeri dəyişə bilər, keçəcək bu tərəfə. Tərənnüm edilən gözəl xarici ölkənin inandırıcı təsvirlər yada alır, düzdür. Müəllif vəsf etdiyi gözəlin təsvirinə təşbih və epitetdən istifadə edib, düzdür. Günəşə bənzədir, məsəl üçün. Birlə, məsəl üçün, 6-ın yeri dəyişə bilər, 5-in yeri dəyişə bilər. Lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeri vasitəsilə çatdırılır. Lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeri vasitəsilə çatdırır. Yox, bu Badi-Səbaya aiddir, yanlış yerindədir. Gözəl lirik qəhrəmanın qarşısına çıxanda onu günəş kimi yandırıb yaxar. Burada da bu da səhvdir, yəni niyə? Günəşə bənzədir. Şair tərənnüm etdiyi gözəlin onun ağlını başdan aldığını vurğulayır. Bəli, alırsan Vaqifin ağlını başdan. Cavab ilə burada 1 ilə 6-ın yeri dəyişəcək. 64-də elə A variantı. 65-ə baxaq. Deyir ki, Nizami Gəncəvinin İskəndərnamə poemasına əsasən səbəb nəticənin pozulduğunu müəyyən edin. Niqomaş İskəndərə çətin işlərdə oğlu Ərastu ilə məşvərət etməyi vəsiyyət edir və hakimiyyətə keçən İskəndər Ərastunun özünə vəzir təyin edir, düzdür. Taxt-taca gələn İskəndər bir sıra islahatlar keçirir, ölkədə köhnə qayda qanun tamamilə dəyişir, yox, bəyəndiklərini saxlayır. Cavab B variantıdır. Səbəb İskəndər xoşbəxt ölkəsinin həqiqi din və əmin-amanlıq görür, ona görə də peyğəmbər olduğunu onların yanında demir, utanır. C-də düzdür. Səbəb İskəndər elmə yüksək dəyər verir.
Yunan dövlətinin dünyada elmlə ucalır. Düzdür, Misirlilər Yunan sultanına kömək üçün müraciət edirlər. Nəticədə İskəndər Zəngi qoşunu ilə müharibəyə başlayır. Bu da düz fikirdir. Leyli və Məcnun dəhnaməni deyir, doğru fikir istəyir. Baxaq bir-bir. Aha. Deyir, zəmanəsinin davranış normalarına zahirən tabi olan obrazlar bəli, Leylidir, düzdür. Həzəc bəhrinə yazılması əsərin rəvan oxunmasına imkan yaradır. 2 hər ikisinə aiddir. Ona görə 2 olmayacaq. Getdi 2. Baş qəhrəman xeyirxahlıq edən obraz iştirak edir. Bu da hər ikisinə aiddir. 3 də yerindədir. Daha sonra hadisənin təqdimatı əsasən birinci şəxsin təhkiyəsi əsasına çatdırılır. Bu da rəhnaməyə aiddir. 1, 3, 5. Əsərdə real 4 oxumadım. Real insan obrazları yanaşır, rəmzi obrazlar yaradılmışdır. Bu Leyli Məcnun yoxdur rəmzi obraz. Əsərdə şəxsiyyət azadlığı başlıca problem kimi qaldırılmışdır. Şəxsi azadlığı Leyli Məcnuna aiddir. Bir cavab D variantı 66-da. Ağıllı uşaqla dərzi şagird Əhməd nağılındakı ortaq xüsusiyyətləri istəyir. Xilaskarlıq etməyə müvəffəq olur. Burada hər ikisi, bəli, ağıllı uşaqda Əhməd, Əhməddə dərzi şagird Əhməddir, Əhməd özü. Kömək üçün ona müraciət edilir. Dərzi şagird Əhmədə aiddir bu, ağıllı uşağa yox. Ağıllı, tədbiri və cəsarətlidir. Bu da düzdür, hər ikisinə aiddir. Sualların cavablandırmaq üçün kömək alır. Burada ağıllı uşaq kömək alır, Əhməd yox. Təsvir olan hadisələrin mərkəzinə dayanırlar, bəli, 1, 3, 5, Y variantı. Baxaq 68-ci suala. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı üçün səciyyəvi sayıla bilməz. Aha. Romantizm öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Bu dövrdə romantizm yox idi. Elə bu olacaq. Çünki romantizm 20-ci əsrin əvvəlləridir. Erkən yeni dövr ədəbiyyatı isə 16-19-a qədər, yəni 1-ci və 2-ci mərhələlərdir. Ona görə adı yazılı ədəbiyyat dünyəvilik, xəlqlik meylləri gözlənmişdir, düzdür. Tarixi bir poemaların, tarixi mənzumələrin ardıcıl olaraq yaranması bu dövrə aiddir. Dastan yaradıcının öz qızıl dövrünə hesab olunur, düzdür. Şifahi xalq ədəbiyyatçılığı da yazılı ədəbiyyata öz təsirini göstərmişdir. 69. Leyli və Məcnun əsəri haqqında yanlış fikir istəyir. Cəmiyyətdə müxalif mövqeyə dayanması qeysin faciəsinin başlanğıcı olur. Yox, bəli, düzdür, müxalif mövqedə idi, düzdür bu, düzdür. Leylinin atası heç bir şərt daxilində qızını Məcnuna verməyəcəyini deyir. Yox, deyir ki, əgər oğlum Məcnunluqdan əl çəksə, qızımı verərəm. 2-dir, biri cavablardan. Məcnunun aşiq olduğunu eşidən anası oğlunu bu yoldan uzaqlaşdırmağa çalışır. Bəli, ona öyüd nəsihət verir ki, yəni Leyldən sən əl çəkmə, digər qəbilələrdə qəşəng, gözəl qızlar var ki, onlardan birini sənin üçün alaq. Bu da düzdür. Leylinin anası qızının dövrün qaydalarından kənara çıxma xəbərini təmkinlə yox, qorxu ilə, dəhşətlə qarşılayır. İbn Səlam Leylinin rızası olmadan onunla evləndiyi üçün peşmanlıq çəkir. Yox, belə bir şey də yoxdur. 2, 4, 5, 69-da A variantı. İskəndərəmə sənə ötürmüş parçayla bağlı doğru fikir istəyir. Qanunlar qoyar və yeni və parlaq ulu babası ilə İbn İshaq. Bu artıq İskəndərin atası haqqında söhbətdir burada. Ədalət o qədər yaxınmış ona, qurtları Feyləqus haqqında. Qurtları bağlarmış qoyun buduna. Burada mübaliğədən istifadə olunub. Feyləqusun ədalətli olmağı mübaliğəli şəkildə təsvir edilmişdir. Cavab D variantıdır. Yəni burada başqa variantları çoxmağa ehtiyac yoxdur. Rahat testdir bu. 71-də Bakı xanımın Hikmətin fəzilətinin forma xüsusiyyətlərinə aid doğru fikir istəyir. Forma deyir yenə. Nəzm yazılmış, rədif yoxdur. Burada, bəli, nəzm yazılıb və rədifdən istifadə olunmuyor. Ağıl ən qiymətli sərvət kimi dəyərləndirilir. Düzdür, amma məzmundur bu. Mənzum hekayəti məsələn kimi qafilənmişdir. A, B, B düzdür. Bədii suallar əsasına qurulmuşdur. Yox. Müəllifin təkiyəsi əsaslanır. Bəli, birinci şəxsin dilindən verilir. Cavab B variantı. 72-də isə Sığmazam qəzəlində Allaha aid əlamətlərin insana təzahür etdiyini bildirir. Lirik qəhrəman şərhə bəyana sığmamasından söz açır. İctimai ədalətsizlikdə və riyakarlıqdan bəhs edilir. Burada ictimai ədalətsizlik yoxdur axı.
insanın varlığı və əməkana sığmadığını, bəli, 1, 2, 4. Lirik qəhrəman öz mövqeyini çəkinmədən bildirir. Hökm şəkildə bildirir öz fikirlərini, tərəddüdlə yox. Qıratın qaçırılması qolunda uyğunsuzluğu istəyir bizdən. Bolu bəy hilə işlədərək Koroğlunu Toxara gətirməyə müvəffəq olur. Cavab A-dır da burada. Çünki bu Bolu bəy qoluna aiddir. Yəni Həmzənin qıratı qaçırılması qoluna yox. Ona görə cavab elə A-dır. Hasan Paşa Koroğlunu məğlub etmək üçün öz qızını peşkəş verməkdən çəkinmir. Xotkar Koroğlunun vahiməsindən qurtulmaq üçün yol axtarır, məclis qurdurur. Nigar xanım Həmzə məsələsində dəlilərin fikrini müdafiə edir. Həmzə Koroğluya xəyanət etsə də, eyni zamanda ona qarşı rəqabətində yadda qalır. Bu da düz fikirdir. Sonra Dəhnamə poeması haqqında doğru fikirlər istəyir. Məşuqənin mənəvi aləminin təsirinə geniş yer verilmişdir. Xeyr, aşiqin mənəvi aləminə daha geniş yer verilib. Məşuqənin daha çox gözəlliyinə, zahir gözəlliyinə üstünlük verilmişdir. Rəmzi obrazlar birləşən ortaq cəhət onların aşıqa yardımcı olması da düzdür. Müfiq düşüncə məhəbbət haqqında sufi görüşlərə vəhdətlər verilmişdir, düzdür. Öz xeyirxah əməlləri yadda qalan real insan obrazı yazılmışdır, Bağban. 204. Aşıq məhəbbəti uğruna çəkdiyi əzablardan şikayətlənməməyi üstün tutur. Burada belə bir şey yoxdur. Füzulinin məni candan usandırdı qəzəlini məhəbbət mövzusu düzdür. Və bilin ki, məni candan usandırdı. Bir də söz qəzəli var. Məni candan usandırdı həzəcdir, həzəc. Söz isə rəməl bəhrindədir. Ya burada gözüm sataşdır, rəməl bəhrində yazılmayıb. Ona görə üst getdi bu. Səmimi aşıqın eşqinə, sadiqliyinə və dönməzliyindən bəhs edilir. Üç onları silək. Burada da dördüncü fikir də düzdür. Alama sözlərin çoxluğu səbəbindən oxucu tərəfindən çox çətin başa düşülür. Yox, dili sadədir. Sonsuz əzab əzizdə qatlaşan aşıqın kədərinin, həyəcanını əks etdirir. Bəli, 1, 4. Cədvələ əsasən uyğunsuzluğu istəyir yenə bizdən. Dastan və poemaları ki, həyata əks etdirmə üsulları vəhdətdə təşkil edir, düzdür. Şifahi xalq ədəbiyyatı ilə yazı ədəbiyyat nümunələrinin ədəbi növlərə görə təsnifatı prinsipləri fərqlidir. Yox, hər ikisi lirik, epik, dramatik yanlışdır. Dramatik növdə həyat hadisənin, obrazların nitqi və davranışlar çatdırılır, düzdür. Doğrudur. Lirik qəhrəman şairin şəxsiyyəti hər zaman üst-üstə düşmür. Bu doğru fikirdir, amma yanlış yazılır. Ona görə 4-dür. Şifahi xalq ədəbiyyatında dramatik növ, janr tərkibinə görə digər növlərdən geri qalır. Bəli, çünki o birislərdə janrlar daha çoxdur, amma dramatik növdə azdır axı. 77-yə baxaq. 77. Deyir, Zakirin yaradıcılığına aid olan fikirləri müəyyən edin. Təmsillərində zülm və zorakılıq tənqid olunur, düzdür. Lirikası klassik və aşıq şeir üslubunda özünü etifa edir. Bu da düzdür. Burada 1-2 rıza, 1 variantı. Satiranın romantizm təşəkkürünə əvəzsiz töhfə vermişdir. Yox, romantizmə yox. 3-7. Əsərləri hərəc ədəbi növdə yazmışdır, dramatik növdə yazmayıb. Füzulinin Leyli və Məcnun əsərindəki obrazlarla bağlı uyğunluğu müəyyən edin. Leylinin atasının üzərinə qoşun çəkib vuruşur. Bu heç birinə aid deyil. Ona görə Nofələ aiddir. A getdi. A olan variantları silək. Aşıqliyin ailənin arq və namusu yaxşı ad üçün təhlükə olduğunu söyləyir. Leylinin anasıdır bu. Dövrün adət-ənənələrini əməl etməyi vacib sayır. Övladının xəstəliyinə çarə tapırdı Məcnun atası. Leyli eşq qəmindən çəkdiyi əzabı ona etiraf edir, anasına deyir sonda. Ölümü Leyliyə axfəğan etmək üçün şərait yaradır. Burada İbn İslamdır, həyat yoldaşıdır. Birə bıdı, ikiyə cı, birə bıdı, ikiyə cı, üçə Y, D variantı. Şifahi xalq ədəbiyyatı nümunələrindən doğru fikir istəyir. Bayaqda 4 misradan çox bəndli, yox tək bəndlidir. Nəğmələr yalnız dörtlük formalarına yaranıb, yox. Məsəl üçün, oxşamalar var ki, ikilik və dörtlük olur. Xulavar əkinçi ilə bağlı əmək nəğməsidir, C-dir. Məişət nəğmələri xalqın güzəranı haqqında məlumat verir. Məişət o, məsəl üçün, mərasim nəğməsi haqqında olacaq.
Məişət nəğməsi ən çox belə deyək də əməkçiliyə önəm verir. Mahnılar digər folklor nümunələrinin yaranması üçün zəmin rolunu oynayır. Yox, mahnılar yox. Digər folklor nümunələrinin yaranması üçün zəmin rolunu oynayır. Yox. Nəğmələrdir bunlar. Bu 79-da cavab C variantı. 80-ci sual. Sultan Səncər və Qarı əsərini aid edə bilməz. Ədalətli hökmdar olmağın meyarı bir qarın dili ilə verilir. Düzdür. Yoxsul rəiyyətin vəziyyəti ölkədəki ədalətsiz idarə etməyə güzgü tutur. Bu da düzdür. Qarının sözlərindən təsirlənən hökmdar vilayətlərdəki başçıları cəzalandırır. Belə bir şey yoxdur. Türklərin idarə etmə sistemi ədalətli yüksək dəyərləndirilir. Düzdür. Qarı Sultan Səncəri zalımlığa görə Hindli quldur adlandırır. Düzdür. Cümləni tamamlaya bilən fikirlər istəyir. Bariçova mənim dərdliyimi şeirinin lirik qəhrəmanı sevgisindən şəxəbə alacağına ümid etmir. Yox, ümidlidir. Yazdığı məktubları səhər yeri vasitəsilə canına göndərir. Yox, məktub göndərmir. Kövrək duyğularını paylaşmağa bir həmdəm tapmır. Kövrək duyğularını paylaşmağa bir həmdəm tapmır. Burada belə deyək də kövrək duyğularını paylaşmağa bir həmdəm tapmır. Elə Badi Səba ilə məsələn həmdərd olur. Sevdiyindən xoş rəftar görmədiyi üçün nalə edir. Düzdür. Səbirsizdir. Sevgisinə dərhal qarşılıqlı gözləyir. Xeyr, belə bir şey yoxdur. Baxalım 82. Müqayisə cədvəlinə əsasən uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu istəyir də. Uyğunsuzluğu istəyirdi bir dəqiqə. Deyir, dodağın qönçə, dişlərin sədəf, A. Qaşların qüdrətdən qara bəyistan, B. Gəl elə süzdürmə ala gözlərini, C. Vurma ürəyimə yara bəyistan, B. Qoşmanın birinci bəndidir. Aşıq gərək hər məclisdə sayılsın, A. Sözümü eşidən qansın ayrılsın, A. Kəlmə çıxar şirin cana yayılsın, A. B. Aşırıb sözünü zillə danışma. Bu da orta bəndlərdir. Son müəllif adı yoxdur deyə. Elə orta bəndlərdir. Şifaxı və ədəbiyyat nümunəsi xeyirdir. Müəllifləri var. Bir getdi. Qoşmanın ilk bəndidir. Yox. Düzdür. 2 ilk bəndidir. Nəsihətamiz xarakter daşıyır. Nəsihətamiz xarakter daşıyır. Bu da düz fikirdir. Tərənnüm əsasına yazılmışdı. Birinci tərənnüm əsasına yazılıbdır. İkinci yox. Uzun və qısa hecalar bir-birini izləyir. Uzun və qısa hecalar bir-birini izləyir. Xeyr, bu heca vəznidir. Əruz vəzninə aid fikirdir. 5-də heca vəznidir. 6-da düzdür. 2, 3, 6. 2, 3, 6. Bizə uyğunsuzluğu istəyir. Uyğunsuzluğu istəyirsə, demək 1, 4, 5. 1, 4, 5. Y variantı. Müqayisə edilməsinin doğru fikirləri müəyyən edin. Dədə Qorqudla Koroğlu. Valideyn övlad münasibətinin toxunulmayıb. Niyə toxunulub? Toxunulub. Hər ikisində. Nəzm hissələri qoşma gəraylıdan istifadə olunmuşdur. Bu Dədə Qorquda yox, Koroğluya aiddir. Sadə xalqın hakim təbəqəyə qarşı mübarizəsi əks olunmuşdur. Bəli, Koroğludur. Qəhrəmanların əksəriyyəti yüksək təbəqə insanlardır. Bu Dədə Qorquda aiddir. Ona görə səhvdir. Bəylər və xanımlar müsbət plana təqdim edilmişdir. Xanlar. Xeyr, səhv fikirdir. Epik təhkə lirik təqdimat vəhdətdir. 3 ilə 6. 3 və 6. Vaqifin hayır ki yoxdur qoşmasına bağlı doğru fikri istəyir. Azərbaycan təbiətinin gözəllikləri ustaqla qələmə alınmışdır. Düzdür. Həyatı əks etmə üsulu yalnız tərənnümə əsaslanır. Xeyr, ictimai mövzudadır. Bədii təzadlardan istifadə əsərin təsir gücünü artırmışdır. Düzdür. Şeirin yaranmasına bağlı rəvayət var. Düzdür. Məhəbbət matnına xüsusi yer vermişdir. Xeyr, məhəbbət yoxdur. 1, 3 və 4. Nizami Gəncəvinin İskəndərnamə əsərindəki Feyləqus, İskəndər və Nüşabə obrazlarını birləşdirən ortaq xüsusiyyət. Bilin ki, ümumiyyətlə ardıcıllıq kimi deyirəm. Nüşabə ilə görüşü Dara ilə müharibəsindən sonradır. Daha sonra ikinci sıra Peyğəmbərliyə çatır. Yaxşı dövlət başçısı kimi şöhrət qazanmaları bəli, hər üçünə aid ola bilər.
dairəyə xərac vermələri nüşabədə yoxdur. Elmə sənətə yüksək qiymətləndirmələri SKMT-lərə aiddir. Biz nüşabədə belə bir şey görməmişik. Lakin nüşabədə görsəkdə Feyləqusda bu haqda geniş məlumat verilmir axı. Ona görə 3-ü götürməyəcəyik. Əhalinin firavan yaşamasını təmin etmələri düzdür. Müxtəlif döyüşlərdə şücaət göstərərək qalib gəlmələri xeyr. Bu da cavab 1-4. Doğru fikir istəyir bizdən. O kimdir ki, hamı zaddan ucadır. O kimdir ki, istəkəli bicadır. O kimdir ki, 14-ündə qocadır. 30-a yetəndə növcavan olur. Şeirin orta bəndidir, düzdür. Məzmun etibarı tapmacaya bənzəyir. Bu da var. Əruz vəzni yox, xeza vəznidir. Təkrarlar bəndin bədii təsir gücünü artırmışdır. Düzdür. Bədii ifadə vasitəsində yer verilməmişdir. Yox, elə bədii sual var. Koroğlu ilə Bolu bəy haqqında testlər istəyir bizdən. Uyğunluğu istəyəcək. Etdiyi xəyanətə görə Koroğlunun bağışlanmasını istəyir Mehtər Murtuz. Və bir də Çənli bir tanıdığı üçün qoşun gətirir Mehtər Murtuz. Koroğlunu məhv etmək üçün Qəzər alnı ona verilməsini istəyir. Bu, Bolu bəy qoluna aid deyil. Həmzənin qatı qaçırması qoluna aiddir. Onda da bu getdi. Xodkara şad xəbər vermək üçün onun yanına yollanır Hasan Paşadır. Qolun sonunda Koroğlu tərəfini öldürür Bolu bəydir. Bir adı 2-yə A'yı, 3-ə də C variantı.